Salam, abituriyentlərin ən çox çaşdırdığı mövzulardan biri kredit və lizinqin oxşar və fərqli cəhətləridir. Həm kredit, həm lizinq hər ikisi beynəlxalq maliyyə mərkəzlərinin əsas fəaliyyət formalarından biridir. Kredit müəyyən bir şərtlərlə verilir. İlk olaraq bunu bilməliyik ki, kredit hər hansı bir şərtlər əsasında verilir. Kredit müəyyən bir müddətə verilir və kredit əsasən pul şəklində istifadəciyə, alıcıya təqdim olunur. Lizinq isə əsasən avadanlıq, texnologiya şəklində verilir və istifadəçiyə əsasən uzun müddətli icarə şəklində təqdim edilir. Bir daha baxaq. Kredit müəyyən şərtlərlə müəyyən müddətə pul şəklində verilir. Lizinq isə müəyyən avadanlıq, texnologiyanın icarəyə verilməsidir və əsasən güzəştli şərtlərlə təqdim olunur.